Bugün haqqında danışmaq istədiyimiz növbəti ziyalı insan Şəmkir rayon Cümə məscidinin axundu Hacı Elmardır. Hacı Elmar insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Hacı Elmar bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Saysız hesabsız maddi vəziyyəti yaxşı olmayan ailəyə maddi və mənəvi dəstək olmuşdur. O böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Prezident İlham Əliyevdən nümunə götürən Hacı Elmarın böyüklüyü onun sadəliyində, insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır. Onların problemlərini həll edərək onların dövlətimizə və prezidentimizə inamını artırır. Hacı Elmar öz işinin peşəkarı bir insandır. O hər zaman kasıbların yanında olan bir şəxsdir. Kömək etdiyi ailələrin, maddi vəziyyəti yaxşı olmayan insanların hər zaman əlindən tutmuşdur. Xeyriyyəçilik əməlləri ilə insanların hər daim sevgi və rəğbətini qazanmışdır. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Hacı Elmara təşəkkür edir. Gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.